Sizə Xalq Bankın son vəziyyətindən danışacağım, şok olacaqsınız. Əvvəlcə onu demək istəyirəm ki, Mərkəzi Bank Xalq Bankı sistem əhəmiyyətli banklar siyasından çıxarıb. Artıq sözü gedən bankın sistem üçün heç bir əhəmiyyəti qalmayıb deməkdir. Bəs yaxşı, bankda nə baş verir? Kamran Məcidov məncə buna görə bir addım atsa yaxşıdır. Ən vacibini sona saxlamışam ki, videonun sonunda dinləyəsiniz. Bankın Nastro hesabları, Nastro hesab bilirsiniz nədir? Yəni digər ölkələrdə olan hesablarda, hansı ki pul köçürmələrində istifadə olunur. 74,6% və ya 369 milyon 565 min manat azalıb. Müştərilərinə verdiyi xalis kreditlər 72 milyon 181 min manat azalıb. Bu da nəticədə bankın cəm aktivlərinə mənfi təsir göstərib. Xalq Bankı cəm aktivləri 11% və ya 352 milyon 193 min manat azalıb. Bundan daha vacibi bankın depozit portfelinin 11,5%, daha doğru desək 220 milyon 484 min manat azalmasıdır. Burada fiziki şəxslərin əmanətləri 11,6% və ya 96 milyon 901 min manat azalıb. Hüquqi şəxslərin depozitləri, yəni əmanətləri də 11,3% azalıb. Bu da 123 milyon 584 min manat edir. Çox ciddi rəqəmlərdir. Azalmalar bununla bitir, yox. Bankın öhdəliyi də azalıb, 12,6%. Tam rəqəm nə qədərdir? 333 milyon 321 min manat. Ən vacibi də bilirsiniz nədir? Ən çox azalma bilirsiniz nədir? Əməliyyat mənfəətində 50,5% azalma olub. Yəni 21 milyon 772 min manat. Bankın xalis mənfəəti də 49,3% və ya 13 milyon 133 min manat azalıb. Bu rəqəmlərin hamısı məncə çox ciddi rəqəmlərdir. Yəni Xalq Bankın bu günədək faktiki olan hesabatı budur. Geri qalanını özünüz düşünün. Bəs yaxşı, siz nə düşünürsünüz? Sizcə Xalq Bank əl dəyişdi deyəmi bu vəziyyətdədir, yoxsa başqa bir səbəbi mi var?